məharətidir. Yəni birinci əsas o şeir kimi mətn, şeir kimi alınmalıdır. İkinci o cinas məsələləri var. Yəni belə deyək də, hər cinas şeir deyil. Bunu demək istəyirəm və Ələsgərin bu bənzətməsində başqa bir dərin mətləb də var. Deməli, Qəvvas nədir? Qəvvas deməli nəfəs məşqlər eləyir. İndi dalğıcla onu qarşılıqlı qarışdırırlar. Elə deyil. Dalğıc oksigen balonlarından istifadə edir. Qəvvasların vaxtında o yox idi. Nəfəs məşqləri eləyirlər. İki qəvvas gəlir, uzun bir iplə, biri dəryanın kənarında durur, biri də ortasına bağlayıb kəllə vurur dəryaya. Kəllə vurur, çöldəki nəfəsini tənzimləməklə onun vəziyyətini başa düşür. Yəni ipin uzunluğu ilə ölçür, biçir, o algoritmi düz götürür. Və görür ki, artıq sorun yaranır, artıq nəfəs təngiyə bilər və başlayır ipi sürətlə çəkməyə ki, o qəvvası suyun içindən havaya çıxartsın ki, o orada ölməsin, yəni ağciyərinə hava getməsin. Yəni qəvvas həmin vaxt ərzində öz nəfəsi çatdığı qədər, nə qədər dərinə gedirsə, o qədər gövhər götürə bilir. Bəzən nəfəsi çatmır, gedib gövhər götürə bilmir. Ələsgər bu beytlə demək istəyir ki, dəryaların dibindən, mənalar aləminin dərinliyindən gözəl söz çıxartmaq üçün sənin güclü nəfəsin olmalıdır. Güclü enerjin olmalıdır, güclü ilhamın olmalıdır. Qəvvaslar necə ki, güclü nəfəs sayəsində dəryanın dibindən gövhəri çəkib çıxardırlar. İfadə tərzinə baxın, qəvvas olar dəryalarda dərində, üzr istəyirəm, gövhər olar dəryalarda dərində, onu qəvvas çəkər, ay üzə tək-tək. Çox sağ olun, uğurlar olsun.